Məlumatın oxunmasını, daxil edilməsiini və düzəlişini yaraşıqlı formalardan istifadə etməklə də asanlaşdırmaq olar. Forma ustasından istifadə edərək hər hansı bir cədvəl üçün tez bir zamanda baxımlı formalar yaratmaq olar. Bazanın pəncərəsində formalar, Forms düyməsini basın. Sonra ustanın köməyi ilə formanın yaradılması, Create Form by using Wizard düyməsini 2 dəfə basın. Açılan birinci pəncərədə cədvəllər, Tables, Queries siyahısından kadrlar cədvəlini seçin. Sağa doğru 2 qat ox düyməsini basmaqla kadrlar cədvəlinin sahələrini seçilmiş sahələr, Selected Fields siyahısına daxil edin. Kadrlar ID sahəsini bu siyahıdan silmək üçün onu seçin və sola doğru ox düyməsini basın. İrəli Next düyməsini basın. Növbəti dialoq pəncərəsində bir neçə üslubdan birini, məsələn Justified seçin və irəli Next düyməsini basın. Üçüncü pəncərədə formanın rəngini, məsələn Stone seçin. İrəli Next düyməsini basın. Axırıncı pəncərədə son, Finish düyməsini basın. Usta formanı tərtib edib verilənlərin daxil edilməsi rejimində açır. Formada kadrlar cədvəlinin seçilmiş sahələrinin adları və sahənin qiymətinin əks edilməsi üçün yer ayrılmışdır. Formanın aşağısında cədvəldə olduğu kimi yazılar üzrə hərəkət etmək üçün düymələr var. Bir neçə dəfə irəli düyməsini basıb Məlikova Nigar haqqında yazını tapın. Bu yazının telefon sahəsi boşdur. Telefon sözünün altındakı sahədə mausun düyməsini basın və telefonu daxil edin. Yeni yazı düyməsini basıb yeni bir işçi haqqında informasiya daxil etmək olar. Beləliklə, forma yazılara baxmaq, onları lazım gəldikdə dəyişmək və yeni yazılar əlavə etmək imkanı verir.